Tamam Ayşe, başlayaq o zaman sual cavaba. Çılpaq toxumlar. İlk çılpaq toxumlu bitkilər hansı dövrdə meydana çıxmışdı? Telefon dövründə. Tamam. İlk dəfə çılpaq toxumlarda nələr yaranmışdı? Ee, Çarpaz mayalanma, toxum, Çarpaq tozlanma. çarpaz tozlanma, hə. Çarpaz tozlanma, toxum, sperm, yumurtacıq, milkök sistemi, e, əsas kök, tozcuq borusu. Tamam. Tozluq borusunun yaranması nəyə səbəb olmuşdu? Mayalanma su ilə əlaqəsini kəsmişdir. Tamam. Burada milkök sistemi ki deyirik, əsas kök əmələ gəlmişdi. Əsas kökün əmələ gəlməsinin səbəbi nə oldu burada? Əsas kök nədən yaranırdı? Şimdi hissələrinə. Yəni ümumi deyək də, belə deyək. Ayrıntı ilə soruşmuram. Sadəcə yəni toxumun əmələ gəlməsi əsas kökün əmələ gəlməsinə səbəb oldu da, belə deyək. Çünki toxumdan cücərən zaman biz deyirdik əsas kök yaranar. Tamam. Çılpaq toxumların ən nəhəngi hansı idi? Sekvoya, mamont ağacı da deyilir. Tamam. İynə yarpaqlardan kimi deyə bilərik? İynə yarpaqları adi şam, küşnar, qara şam, eldar şam. Tamam. Hansıların yarpağı pulcuğa çevrilib? Ardı, sər, ardıc, tuya. Tamam. Ee, Hansı çılpaq toxumlu idi stabilləşdirici seçmənin təsiri ilə günümüzə qədər gəlib dəyişmədən çatmışdır? Zeyli yarpaqlıdır. Bəli, ginkgo. Tamam. Yarpaqları hansı maddələr hazırlayırdı bunların? Tonsillər və ozon hazırlar. Bəli. Donsit və ozon hazırlayırdı. Tamam. Siz mənə deyin nəyi? Toxum qabığının xromosom dəsti neçə olar? 2. Bəs endospermin? Bəli. Biz örtülü toxumlarda deyirik ki, endosperm xromosom dəsti 3N olur, amma çılpaq toxumlarda deyəcəyik N olmuş olacaqdır. Tamam. Ləpə yarpaqları nə qədər idi? Ləpə yarpaqları minimum 2, maksimum 15 olur. Yalnız adi şamda 6 ədəd olur. Bəli. Toxumda qanatlıq sayı nə qədər idi? E, Əksər bitkilərdə bir ədəd qanadcıq olur. Aha. Sidir şamı və yaxud Sibir şamı da deyə bilərik. Onda yoxdur qanadcıq. Bəli. Tamamilə doğrudur. O zaman danışaq adi şam ağacından. Adi şam, torpağın münbitliyinə tələbkarlığı varmı? Bəli, yox, torpaq münbitliyinə tələbkar deyil, kölgəyə davamlıdır. Quraqlığa davamlıdır, işıq Bəli, sevəndir. kökləri dərinə gedə bilir çox. İndicə dediyiniz kölgəyə davamlı sözü yanlış idi adi şam üçün. Tamam. Aid. Bəli, künardaydı. E, Demək ki, torpaq münbitliyinə tələbkar olmadığına görə kökü dərinə gedəcək adi şam ağacının. Tamam. Siz mənə deyin nəyi? Şam ağacının yarpağının ömrü nə qədər idi? 2-3 il. 2-3 il. Bəli. Tamam. Şam ağacının üzərində neçə növ qoza görmək mümkündür? 4 növ qoza olur. Bunlarda yaşıl, sarı olanlar erkək qoza, qalan üçü isə dişi qozadır. Qırmızımtıl, qonur, bir də yaşıl qoza. Bəli. Tamam. Sayca çox olan qoza hansı olar? Yaş
Yox, yaşıl sarı yaşıltıl. Bəli, sarımtıl, yaşıl. Tamam. Siz mənə deyin nəyi? Dişi qozaların bir pulcuğunda neçə yumurtacıq olacaq? 2. Bəs erkək qozaların bir pulcuğunda neçə toz kisəsi olar? 2. Hər toz kisəsinin içərisində də tozcuqlar olur çox sayda. Bəli. Hər bir toxumun neçə qanadçığı var idi dedik? 1. Bəli, bir qanadçığı olacaqdır. Tamam. Ee, Siz mənə deyin, çoxalması haqqında nə deyə bilərik? Birinci tozlama gedir. Tozlama. Nəyin sayəsində gedir tozlama bunlarda? Ne fikirləşim? Tozcuğu varsa əgər, tozlanma əsasən çılpaq toxumludan söhbət gedir də. Burada həşəratı cəlb edəcək sən deyən heç nə yoxdur da. Küləklə tozlama Bəli, gedir. bəli, küləklə tozlanma baş verəcək. Tamam. Mayalanma hansı qozalarda baş verir? Necə? Mayalanma hansı qozalarda baş verəcək? Mayalanma yaşıltıl sarı qozalarda. Sarımtıl yaş. Xeyr. Mayalanma hansı qozada baş verər? Ayşə. Hmm. Bax, tozlanma qırmızımtıl qozada baş verdi. Tamam. Tozlanma baş verəndən sonra baş verəcək sonrakı mərhələ mayalanma mərhələsi. Bəyəs dedik axı ki, çılpa toxumluda şam ağacının üzərində 4 növ qoza görürük. Biri erkək idi, 3 növü də dişi idi. Bu 3 növ 3 rəngdə olan qoza nə üçün bu 3 rəngdədir? Bəs bu mərhələlər getdikcə rəngini dəyişir də. Şu, onda. Bəli, yaşıl qozalarda artıq mayalanma baş verəcəkdir. Tamam. Belə, tozlanmadan neçə il keçdikdən sonra mayalanma baş verəcək? Biri. Bəli. E, Bəs mayalanmadan nə qədər sonra toxum yetişəcək? Yarım il sonra. Bəli. Demək ki, tozlanmadan toxumun yetişməsinə qədər nə qədər müddət keçir? Tamamda 5 il. Bəli. Tamam. Belə, siz mənə deyin nəyi? Adi küknar haqqında nə deyə bilərik? Ayda küşlər kölgəyə davamlı bitkidir. Kökləri torpağın üst səthində bitir. Adi köklər adi şama nisbətən gec böyüyür. Sonra Sonra kölgəyə davamlıdır dedik. Yarpağın ömrü nə qədər idi? 5-7 il Tamam. Bu rütubət sevəndir, yoxsa quraqlığa davamlı? növbət sevər. Bəli, rütubət sevən. Tamam. Siz mənə deyin nəyi? Qara şam. Qara şam haqqında nə deyə bilərik? Qara şam Əsasən, əsas qeyd elədiyim bir cümlə var idi, bircə dənə cümlə. Yarpaq. Bəli, yarpaqlarını hər il tökürdü. Tamam. Siz mənə deyin nəyi? Sərf, tuya, ardıc. Bunların yarpağı nə şəklində olacaq? onlar tulçu şəkillidir yarpaqlar. Bəli, bunlardan necə istifadə edə bilərik? Sərflə şərq tuyasından, məsəl üçün. Nə üçün istifadə edirlər? Dekorativ bitkidir onlar. Bəli, bəzək bitkisi olacaq bunlar. Tamam. Siz mənə deyin, siz mənə daha etsə deməyinizə ehtiyac yoxdur. Mövzu bu qədər idi zaten. Belə. Ümumiyyətlə, bunlardan nə hazırlanır bu çulpa toxumlu bitkilərdən? Nə üçün istifadə olunur?
Yukarıda mebel istehsalında istifadə olunanlar var. Tamam. O da bıçağın rənginə görə. Sonra kağız istehsalı ola bilər, məsəl üçün. Sonra suni ipək hazırlanır. Onların əhəmiyyəti həm də fitosintlər müxtəlif virusları, bakteriyaları məhv etmə qabiliyyətinə malikdirlər. Havanı ozonla zənginləşdirirlər. Bəli. Müxtəlif vitaminlər alınır. Tamam. Bəs hansı bitki idi ki, toxumundan yağ alırdıq? Yəni, bir dəqiqə, Sibir şam. Ay, sağ olun. Sibir şamının toxumundan isə yağ alacaq. Tamam Ayşə, mövzu bu qədər. Test dediniz var da, sual var idi. Tamam. O zaman keçək suallara baxaq.